Kanada vizasından 3 dəfə rədd cavabı almışam. 4-cüyə müraciət eləməyə dəyər yoxsa yox? Çünki dərslərim artıq sentyabr semestrində başlayacaq. Zəhmət olmasa məlumat verin. Deməli bu günləri sizə bu videoda, bu günləri deməkdə, bu videoda sizə məlumat verəcəm ki, 3 dəfə rədd cavabı alandan sonra 4-cüdə müraciət eləməyə dəyər yoxsa yox? Bax belə bir şey deyim sizə. Əgər 3 dəfə eyni sənədlərlə, eyni səbəblərlə müraciət eləmisinizsə, 4-cüdə də müraciət eləyin, 5-də də, 10-da da, 20-də də, 30-da da eyni şey alacaqsınız. Burada dəyişən heç bir şey yoxdur. Fikirləşmə ki, o şirkətlərin bəziləri sizə deyir ki, birinci dəfə rədd cavabı alanda ilin sonuna düşüb çox yaxşı baxa bilməyiblər, ona görə rədd cavabı gəlib hamıya. Yaxşı, birincidə keçdik. İkincidə sənə deyirlər ki, bizim təhsil proqramında hələ sentyabrdır, ona görə biz tez müraciət eləmişik, rədd cavabı gəlib. İkinci bir yalan. Üçüncüdə də sənə deyirlər ki, bu artıq sistemin səhvidir, gəl sənin üçün biraz da güclü səbəb göstərək. Nə bilim, qardaşıvı, anavı xəstə eləyək, xəstəlik kağızı çıxartdıraq, müraciət eləyək. Və bunda da rədd cavabı alırlar. Bax, sizə gözəl insanlar, belə bir şey deyim. Məndən onsuz da heç nə getmir. Mən sadəcə məlumatımı paylaşıram və mənim dediklərimi əməl eləyənlər də öz nəticələrini görürlər. Mən sizə proqram satmıram. Demirəm ki, yazıl. Heç yazılan insanların hamısını da mən qəbul eləmirəm mentorluq proqramına. O insanları qəbul edirəm ki, həqiqətən də mənim deyəcəklərimə əməl eləyəcəklər və sənədləri də uyğundur. Göstəriciləri də uyğundur ki, Kanada təhsil vizasından müsbət cavab almağa. Bax, belə bir şey deyim sizə. Sizin 3 dəfə rədd cavabı almağınıza səbəb letter of explanation, yəni izahat məktubu yazırsınız. Bəziləri buna motivasiya məktubu edirlər, amma səhvdir. İzahat məktubu deyilir buna ki, sizin ətraflı olaraq bu proqram çərçivəsində niyə görə Kanadaya gəlirsiniz, niyə görə bu şəhərə gəlirsiniz, niyə görə bu universitet və ya kolleci seçmisiniz, bunu bitirəndən sonraki planlarınız nədir? Və bu haqda ümumi məlumatlar yazırsınız, dolğun səbəblərlə və finans məsələsində yazırsınız orada. Çox adamların mənə göndərdiyi o ləğv cavablarından sonraki o müraciət olur, təzə yenə müraciət edirlər. Sənədlərini göstərirlər mənə, baxıram, yoxlayıram ki, bax, orada finans hissəsi düzgün göstərilməyib. Heç finans tərəfində də letter of explanation'da düzgün bir proqram yazılmıyor. Struktur təmiz səhvdir deyə adamlar qarışdırırlar. Heç nə oxuya bilmirlər və sənin proqramında, Kanadaya gəlmək proqramında uyğunluq görmürlər. Və ya sənin akademik məsələləri və toxunmaqdan daha çox emosional məsələlərə daha çox toxunursan. Məsəl üçün, sən akademik təhsil proqramına fokuslanırsan ki, məni ölkəmə bağlayan məcburiyyətlər var. Nə bilim, atasını xəstə göstərir, anasını xəstə göstərir, xəstəlik kağızları çıxardır, borc müqaviləsi var. Bunu göstərir ki, ölkə mütləq qayıdıb pulunu verməlidir falan. Belə məcburiyyətlər göstərirlər. Və 100% yox, 200% siz rədd cavabı alırsınız. İndi həmin suala təzədən qayıdaq. 3 dəfə rədd cavabı almısan, 4-cüdə müraciət eləməyə dəyər yoxsa yox? Əgər eyni sənədlərlə, eyni səbəblərlə, eyni məcburiyyətlərlə müraciət eləyəcəksənsə, dəyməz. Yenə də rədd cavabı alacaqsan. Yox, sən səbəbləri düzgün yoxlayıb və düzgün sənəd hazırlayıb müraciət eləyəcəksənsə, sənin şansın artacaq. Kanadaya zəhmət olmasa düzgün yollarla müraciət eləyin. Yenə də deyirəm, mənə müraciət etməyinizə ehtiyac yoxdur. Özünüz eləyə bilirsinizsə. Yox, şirkətlərə güvənmirsiniz. Özünüzün eləməyə də bacarığınız yoxdur, məlumatınız yoxdur. Mənim ödənişli mentorluq proqramına yazılın. Ödənişlidir. Bax, indidən də sizə deyirəm ki, əvvəlcədən deyirəm ki, ödənişlidir. Amma hər kəs qəbul olunmur. Göstəriciləri uyğun olan insanları qəbul edirəm ki, onlara şans verilsin. Çünki göstərici uyğun olmayan insanı qəbul edib boş yerə onun ödənişini almağa ehtiyac yoxdur mən tərəfdən. Özünüzdə müğayət olun, Kanadaya düzgün immiqrasiya eləmək istəyən kimlər varsa, düzgün, qəti fikri də Kanada olan kim varsa, profildəki linkdən mentorluğa yazılsın. Hələlik.